Ramiz Enveroviç adı altında 200 illik imperiya dövlətinə qarşı min illiklərə dayanan Azərbaycan Türk dövlət ağlının bugün bir savaşı başlamıştır ki, bu savaşda Türk dövlət ağlı imperialist dövlətlərə, kolonlara qalib gələcək. Ramiz Enveroviç adında olan bugün 87 yaşlı bir kukla heç kimdir. Ama biz onun vitse-prezidentlərini, parlament sədrlərini, parlamentarlarını, nazirlərini və ayrı-ayrı dövlət qurumlarında təmsil olunan və bugün evlərindən gizlənərək düşünürlər ki, görən mənim adım harada keçəcək. Değeri sarsıntı içərisində olan qüvvələrə deyirik ki, hər birinizin qapısı döyüləcək, ininizə qədər giriləcək və Azərbaycan dövlətini elədiyiniz xəyanətə cavab verəcəksiniz. Budur bu mücadilənin müalicəsi Zahir bəy. Bunların hər birinin detaylı açıqlamaları var. İstəyir 2003-cü il, 2005, 2013, 2016, 2017, 20-ci illər hər biri böyük proseslərdir. Rəsul Quliyevdən sonra görevə təyin olan Ramiz Enveroviç və bugün Ramiz Enveroviçin yerinə kim təyin olunub? Dövlətin gözünün qabağında göydə qılınclar əsməlidir. O boşlar yerə düşməlidir. Budur bu dava. Bu sıradan bir dava değil, bu konsert değil. Bu medyanın ayrı-ayrı adamları hakkında şərşəbədə yazmağı değil. Böyük bir milli davadır, böyük bir milli mücadilədir ki, burada Azərbaycanın içərisində gizlənmiş parlamentdə oturanlar, baş nazirlikdə oturanlar, prezident aparatında oturanlar, Yeni Azərbaycan Partiyasında gizlənənlər heç biri gizlənə bilməyəcək. Hamısı meydana çıxacaq. Azərbaycanın partiyaları sıraya düzüləcək. Xəyanətdə necə iştirak ediblər, hamısı ortada olacaq. Biz ona doğru gedirik və milləti bu mücadilədə dövlət ağlı ilə Azərbaycan Cumhurbaşkanı Sayın Əliyevlə bir yerdə olmağa çağırıram.